Deyir, yenə gəlmişəm bir dənə xəlvətdə, oturmuşam, ibadət edirəm. Hər gündə sübh namazından sonra ziyarət-i aşura oxuyuram. Yenə günlərin biri idi deyir, ziyarət-i aşura oxuyurdum. Gördüm meşədən heyvanlar çıxıb mənə tərəf qaçırlar. Meşədən heyvanlar çıxıb mənə tərəf qaçırlar. Birinci deyir, qorxdum. Meşənin o yırtıcı heyvanları da var bunun içində, digər heyvanları da. Sonra yırtıcılarla digərlərinin bir yerdə gəlməsi biraz təəccübləndirdi mənim və o qorxum getdi. Qəribədir, məsələn, ceyranla pələng kişi bir yerdə gəlir. Bir dedim, görəsən, nə məsələdir bu? Daha qaçmaq şansım da yox idi. Dedim, gözləyim, görüm, axırlı əmr nə olur? Bir oturdum, gəldilər heyvanlar, qabağımda dairə vurdular, oturdular hamısı. Mən ziyarət aşuranı oxudum, onlar ağladılar. Görürdüm, deyir, gözlərimdən yaş gedir. Tutardım ziyarət aşuranı, deyir, çıxdılar, getdilər. Dedim, Allah, bu nə idi? Mən, məsələn, neçə aydır buradayam, hər gün ziyarət aşura oxuyuram. Heç bir heyvan gəlməmişdi bura. Nə oldu bugün gəldilər? Deyir, o evdən çıxıb gəldiyim bugün, başladım hesablamağa, gördüm bugün aşura günüdür. Aşura budur.